Hər birini salamlayıram, əziz abituriyyentlər, xoş gördük sizləri. Artıq buraxılışı bitirdik və keçirik bloka. Min şükür, buraxılış mükəmməl oldu. Saysız hesabsız 100% nəticələrimiz, yəni da əvvəlki videolarda da görmüsünüz, əziyyətimizə dəydi. Yəni gecə-gündüz çalışmağımız, yəni gecə saat mən 1-ə kimi sürət qrupunda gecə saat o uşaqlar yaxşı bilir. Gecə 1-ə 2-ə kimi dərs keçirdik, material hazırlayırdım. Sonra son canlılar, sınaqlar qrupunun sınaqları, dəstə keçdiklərimiz. Demək olar ki, nə keçdiksə nöqtə vergil hamısı düşdü. Yəni əziyyətimizə dəydi. Yəni 30-a yaxın şagird 100% yazıb, 25 yazıb, 24 yarım, yəni bir dənə boş texniki səhv eləyən kifayət qədər şagird onları da paylaşacağım. 24,5 yazıblar. Üstə gəlir 20-ni keçən 100 plus şagirdimiz var. İnşallah bunu niyə görə deyirəm? Əziyyət çəkdik, bəhrəsini gördük. Yəni bu boş yerə çıxmadı bu. Gecə-gündüz əziyyət çəkdik, birbaşa analiz elədik. Əvvəlki illərdə necə düşüb, necə salır sualları, ən çox nələrə üstünlük verirlər. Onları araşdırdıq, işlətdik hamısını, əziyyət çəkdik gecə-gündüz, bəhrəsini də gördük. İndi artıq növbə blok zamanıdır. Blokda, indi mən burada sizə blokda məlumat verəcəm ki, blok necə düşəcək, bloka necə hazırlaşmaq lazımdır, o barədə məsləhət verəcəm sizə. Artıq 5 gündən sonra blok hazırlıqlarına başlayacağıq. Bir həftə zatda belə, çünki biraz özümə fasilə verəcəm, çünki çox əziyyət çəkdim buraxılışda. Bir həftə, heç 10 gün inanmıram 10 gün fasilə verəcəm, bir həftə ən uzağı 10 gün fasilə verəcəm, sonra başlayacağım var gücümüzdən bloka. Çünki niyə görə fasilə verəcəm? Amma fasilə versəm belə sizə material göndərəcəm, yəni öz qrupuma qoşulanlara material göndərəcəm və belə deyək, siz boş qalmayacaqsınız. Mən biraz özümə istirahət verim ki, bloka var gücümü qoya bilim. Çünki blokda da bizim blok sürət qruplarımız açılır. 2 aylıq xüsusi proqram olacaq. Çünki bilirsiniz ki, birinci mərhələ mayın sonu olacaq. Yəni tam 2 ay vaxtımız var və demək olar ki, bu 2 ay ərzində hər gün dərs keçiləcək. O hər gün dərsin 4-5 dəfəsi özüm keçəcəm. 2 dəfəsi, 3 dəfəsi də köməkçilərim. Yəni çalışacağam ki, 5 dəfə keçim. İmtahana yaxın artıracağam bunları. Hər gün dərsdə də biz nə edəcəyik? Bütün proqramı öyrənəcəyik. Blok sürət qrupunda bütün proqram. Və orada yenə də necə buraxılışda analizlər eləmişdim. Bax, birinci imtahanda, elə də ikincidə də. Demək olar ki, sualların hamısı birəbir nə işlətmişdimsə o düşmüşdü. Bax, blok üçün də onu edəcəm inşallah. Yəni, nə formada işləyəcəksə o formada düşəcək və gedib bloku da dağıdacaqsınız. Və deməli, 2 aylıq xüsusi proqramla blok sürət qrupunda maksimum çalışacağıq və maksimum nəticə əldə edəcəyik. Demək olar ki, axşamlar hər gün 9-dan 11-ə dərsimiz olacaq. Hər gün 9-dan 11-ə riyaziyyat sizindir. Gedib riyaziyyatı söküb 30-30 yazacaqsınız. Situasiyası da işləyəcəyik, isbatını da işləyəcəyik. Və bir də bizim sınaqlar qrupumuz olacaq. Tutaq ki, kimsə blok sürət qrupuna qoşulmaq istəmirsə, sınaq qrupuna qoşula bilər. Və eləcə də onu da xatırladım ki, blok işləyənlərə bu kitabı həddindən artıq tövsiyə edirəm. Düzdür, satışı nəşriyyatda bitib, biz bunu martın axırına yeniləyəcəyik. Martın axırı bunu əldə edib işləyin, gedin, bloku 30-30 yazın, mükəmməldir. Sınaq qrupunda, dərs qrupunda bunu da işlədəcəm. Blok necə düşəcək? Yəni, indi o barədə danışacağım. Burada mən keçən ilin blok imtahanına düşən PDF-i sizə göstərib, onun necə düşdüyü haqqında məlumat verəcəm. Yaxında abituriyent jurnalının izahı da gələcək. Keçən il bloka düşən sualların izahı da gələcək. Limit izahı gələcək, integral izahı gələcək, törəmə izahı gələcək. Dəstək olacam da maksimum. Ödənişli sizə dəstək olacam. Son olaraq deyim ki, blok sürət qrupuna qoşulmaq istəyənlər hələ ki endirim var. Endirimin bitməsinə az qalır. Bu nömrəyə 070 522 13 13. Amma blok sınaq qrupuna qoşulmaq istəyənlər də 051 699 37 37. Bura yazıb, bunu qoşulub blokda mükəmməl yaza bilərsiniz. Gəlin baxaq. Əziz şagirdlər, bax, trigonometrik tənlik həmişə düşür. Buraxışda da düşürdü, blokda da düşdü. Yəni, blokda özünüzü qorxutmayın. Blok düzdür. Təbii ki, buraxılışdan çətin olur. Amma bu o demək deyil, blok dəhşətli düşəcək. 30 sual olursa, 30-un 25 sualı, mən tam açıqlıqla deyirəm, 30 sualın 25-i topludur da. Yəni, toplunu bilən adam 25-i gözü yumulu yazacaq. 4-5 dənə sual, biraz fərqli tipdə düşə bilər. Yəni, o da maksimum çətin yox, biraz. Məsələn, ikinci qruplarda situasiya düşür. Situasiyada elə bir şeydir ki,
çətin bir şey deyil. Sadəcə məsələ verir, bir şey verir. 3 dənə də sual verir. Onu oxuyursan, ona uyğun sualları yazırsan. Ya o məsələnin içində ehtimal olur, onu yazırsan, ya orada nəsə başqa bir şey soruşur. O da yəni düzdür, çətinləri də var, amma da asanları da var. İmtahanda da indi bilmək olmur da, çox çətin düşəcək, çox asan. Yəni normal bir şeydir də. Şeydə də birinci qruplarda da bir dənə isbatdır. İsbatlar da işləyəcək. O da çox rahat isbat düşür, çətin düşmür. 2 dənə də ətraflı tələb edən məsələ düşür. Yəni orada məsələ də düşə bilər. Əsasən də həndəsiyə aid olan bir sual düşür. Yəni dəhşətli bir şey yoxdur. Qəşəng çalışsaz, gedib onu yaxşı yazacaqsınız. Yəni normalda yəni birinci qrupsuz, ikinci qrupsuz da, yəni siz yaxşı bilməlisiniz də riyaziyyatı. Toplunu yaxşı bilən adam rahat 25 plus yazacaq. Və təbii ki, indi kimin çox çalışırsa 30 yazacaq, 29 yazacaq. Bu da aydın məsələdir. Buraxılışda olduğu kimi. Bax, trigonometrik tənlik. Nə var ki, bunu həll eləməyə? Kosinus 4x-in 2 qat arqumentinin açılışını yazırsan, məsələ bitdi. Sonra da burada qiymət versin. Qabarıq dördbucaqlı, çox asan bir sual. Tənbölənin xassəsi, topluda olan buraxılış sualı, asan bir sual. Sonra fəzaya aid olan bir sual. Fəza çox asan bir sual. Bunu buraxılışda belə işləmişdik. Sonra ən sadə integral sualı. Narahat olmayın, mövzu izahı da verəcəm, kömək eləyəcəm sizə. İntegral asandır, yazacaqsınız. Çevrəyə aid olan rahat bir sual. Limit, narahat olmayın, limiti də öyrədəcəm. Çox asan bir sual. Sonra konus, çox asan bir konus. Bərabərsizlikdir. Biraz hesablaması uzun çəkir, asandır, topluda eynisi var. Keçən il düşmüşdür. Sonra trapesiya, sadə, topluda bunun eynisi var. Dəfələrlə diaqonallar qarşılıqlı perpendikulyar, dəfələrlə işlətmişdim. Sadə bir bərabərsizlik sualı. Törəmə sualı, öyrədəcəm törəmədən. Rahat bir sual, çox asan bir törəmə sualıdır. Loqaritma sualı, yox, loqaritma, asan bir loqaritma sualıdır. Sadə bir üçbucaq sualı, oxşarlıqda səhv etmirəmsə. Sonra bu da adi bir faiz, sadə bir faiz sualı. Adi bir fəza sualı, rahat. Bu ümumiyyətlə asandır, trigonometriya aid rahatdır. Heç çətin görmürəm ki. Sonra da burada gəlib situasiya sualı. Situasiyanı da oxuyursan, biraz vərdiş eləmək lazımdır. Situasiyanı da oxuyanırsan, həqiqətən situasiyanın məsələləri çətin olmur, rahat olur. İndi birinci qrupları da göstərəcəm, heç narahat olmayın. Bu da çox asan bir situasiya sualı. Oxuyursan, məsələn, hər şey sənə verir. Demək olar ki, hər şey sənə məsələdə verib. Sadəcə diqqətli olub onu qeyd eləməlisən. Məsələn, səndən kassanın həcmini istəyir. Sənə elə bil ki, bir fiqur verib, bunun həcmini istəyir. Oturacağı paralelepipeddir. Digər hissəsi də prizmadır. Paralelepiped prizma. Yəni bunları ayrı-ayrıqda tapıb toplayırsan. Sonra sənə yazıb ki, nə qədər pul alıb kassaya. Yəni hesablayırsan, məsələdə verib hesablayırsan, çox asan. Yəni gördüyünüz kimi bu ikinci qrup çox asan. Yəni burada bu 22 dənə özdə qapalı olur da, bilirsiniz də. 22 dənə qapalı sual olur. Bilirsən bu nə deməkdir? Yəni 22 dənə qapalıdır, 5 dənəsi açıqdır, 3 dənəsi də ikinci qruplarda situasiyadır, birinci qruplarda da bir dənəsi isbat olur, 2 dənəsi ətraflı olur. Orada yazmalısan. Yəni çox asan. Bu nədir ki? Toplunu bilən adam, yenə deyirəm, söküb dağıdacaq. Toplunu da buraxılışda biz söküb dağıtmışıq. Blokda daha da möhtəşəm yazacaq. İndi məsələn sizə mən burada göstərim. Baxın. Məsələn, birinci qruplar üçündür bu. Bu niyə böyümür? Aha, böyüdü. Birinci qruplar üçündür. Məsələn, oxşarlığa aid olan sadə bir sual. Ehtimala aid bundan işləmişik rahat bir sual. Bu şifahi bir sual, yəni ilk anlayışlara aid olan şifahi bir sual. Sonra vektora aid olan ən sadə bir sual. Limit yenə rahat bir limitdir. Sonra bunu götürüm o birisi tərəfə. Növbəti şey baxaq. Məsələn, buna baxaq. Bunu təkrar yükləmişəm. Keçək buna baxaq. Buna baxaq. Məsələn, faiz məsələsidir. Çox asan bir faiz məsələsi. Birinci qruplara baxıram. Əkəvəfov ən asan bir sual. Kompleks ədəd. Yəni, buraxılışa görə çətin gələ bilər. Blok uşaqları üçün asan olmalıdır bu. Yəni, nədir ki, burada siz əziyyət çəkəsiniz? Mən başa düşmürəm. İntegral, rahat bir integral. İntegral ümumiyyətlə asan düşür. Budur, sadə sistem tənlik. Hamısını göstərəcəm sizə. İndi bunların izahlarını da verəcəm mən sizə. Heç narahat olmursunuz. Dəstəyim. Bu sualın kopyası topluda var. Yəni, birə-bir kopya topludan atıblar. Kvadrat köklərin o axırlarıdır. Onu yaxşı işləmək lazımdır. Həmişə düşür o suallar. Silindir çox asan, sadə bir silindir. Rahat bir bərabərsizlikdir. Hər tərəfi kvadrata qaldırıb həll edə bilərsiniz. Hər iki tərəf kökün altındadır, müsbətdirlər.
Törəmə, təpə nöqtə, MN düsturları. Çox şifahi sadə bir sual. Burada kəsişmə, çoxluqların kəsişməsini də bilməyəcəksiniz siz. Sonra sistem tənlik. Çox rahat tərəf-tərəfə yuxarını 3-ə vur, topla. Topluda var bu sual. Bu sual nə var ki, x1-ə x2-nin kvadratı köməkçi müxtəsər vurma düsturu. Dəfələrlə işləmişik. Vurğulara ayırma topluda eynisi var. Sonra trigonometrik tənliklər topluda var bu sual. Bu sual topluda bunun bənzəri var. Piramida sualıdır. Hamısını göstərəcəm. Yəni qoy görün də gözünüz qorxmasın. Trapesiya. Trapesiya ən sadə trapesiya. Silsilə ən sadə silsilə. İki paralel müstəvi arasındakı ən sadə sual topluda var kopyası. Hansı bərabərsi doğrudur? Nə var ki bunu yazmaq? Bu rahat. Üçbucaqda 3 dənə modulun cəmi 0-dırsa, hər birini 0-a bərabər etsən, sonra da perimetrdə hər tərəfi toplayırsan, perimetr tapıldı. Sonra buna baxdıq. İndi sonuncusuna baxaq. Sonuncusu da, loqaritmadır, çox rahat loqaritma sualıdır. Bu ümumiyyətlə asandır. İsbata bax, isbat ən sadə isbatdır. Yəni, düzbucaqlı üçbucağın xaricinə dik çəkilmiş çevrən radiusu R-dir. Daxilə çəkilmiş çevrən radiusunda kiçik R-dir. Düzbucaqlı üçbucağın daxilinə və xaricində çəkilmiş çevrən radiusu tutar. Hər an biləndən sonra onu yazmaq 2/2-dir. Bu da ehtimaldır, rahat bir ehtimal sualıdır. Ətraflıya düşüb. Bir də burada oxşarlıqla bağlı, sahələrlə bağlı qəşəng bir sualdır. Yəni, qısa konkret, əziz şagirdlər, qorxmayın. Buraxılışı necə mükəmməl yazdıqsa, bloku da elə yazacağıq. Sadəcə yetər ki, məsuliyyətlə çalışmaq lazımdır. Yəni, aydın məsələdir, hamı bilir bunu, çalışmaq lazımdır. Mən də sizə maksimum dəstək olacağam, yenə təkrarlayıram. Ödənişsiz də dəstək olacağam, limitdir, törəmədir, integral, bunların izahlarını verəcəm, işlədəcəm, sınaq paylaşacağam, mövzu izahı verəcəm, dərs izahı verəcəm. Yəni, ödənişsiz dəstək olmağa çalışacağım o öz yerində. Ödənişli şəkildə də bundan artıq nə edə bilərik? Hər gün blok sürət qrupumuzda hər gün dərs keçiləcək. Qoşulursan hər gün yavaş-yavaş 2 ay içərisində öyrənirsən bütün proqramı. Eləcə də blok sınaq qrupunda da sınaq işləyirsən. Kimə hansı uyğunsa qoşulsun, nömrələri bilirsiniz. Təkcə bu riyaziyyatdan yox, digər bütün fənlərdən bizim sürət qruplarımız olacaq. Azərbaycan dili, ədəbiyyat, tarix, informatika, fizika, kimya, bütün fənlərdən bizim sürət qruplarımız olacaq. Hər biri də mükəmməl müəllimdir. Təkcə riyaziyyatdan yox, digər fənlərdən də qoşulub istifadə edə bilərsiniz. Eləcə də dəstək videoları da olacaq. Belə, narahat olmayın, bunu da bacaracağıq. Yəni, bunu da mükəmməl yazacaqsınız. İnşallah özünüzə inanın, bir 3-4 gün fasilə verin, dincəlin, beyniniz rahatlaşsın, sonra tam güclə başlayırsınız, yazırsınız və salam. Kanala abunə olub, rəy yazmağı unutmayın, artıq 100 min oluruq. İnşallah biz bacaracağıq. Sağ olun, salamat.